Qafqaz Müsəlmanları Ruhani İdarəsinin tərəfindən Azərbaycandan Suriyə və başqa dövlətlərə döyüşmək üçün insanları aparan dini qruplaşmalarla bağlı sərt bir fətva qəbul olundu. Ölkə ərazisində dini radikalizmi təbliğ edən qruplaşmalarla bağlı olaraq açıqlanan bu bəyanat kifayət qədər sərt oldu. Lakin daxil olan məlumatlara əsasən ölkənin bir sıra rayonları kimi Zərdab rayonunda da artıq dini qruplaşmalar kifayət qədər aktivləşməyə başlayıblar. Qeyd edək ki, Zərdab rayonunun icra hakimiyyətinin başçısı Lütfəli Babayev Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə yaxınlığına görə tanınır. Zərdabın əsasən sünni təriqətindən olan kəndlərində vəhhabiliyin sürətlə yayıldığını bildirən sakinlər iddia edirlər ki, rayonun mərkəzi məscidlərində də onların kompakt halda fəaliyyətə başladıqları və təbliğat apardıqları müşahidə edilir. Hətta bu yaxınlarda rayon məscidlərinin birində möminlər arasında qarşıdurma yarandığı da söylənilir. O da bildirilir ki, icra başçısı uzun müddətdir ki, rayonda olmadığından bəzi dini qruplaşmalar kifayət qədər fəallaşmağa başlayıblar. Onların özlərinə tərəfdarlar toplaması prosesi isə aktivləşib. Hələlik adı və soyadı bəlli olan, lakin dəqiqləşdirmələr aparılan bir neçə sakinin Suriyaya döyüşmək üçün getdiyi deyilir. Bu faktla bağlı araşdırmalar davam edir.